60 qəpiyə Çinə səyahət elədim, bir-birindən dadlı yeməklər yedim. Necə bilmək istəyirsiniz? Diqqətiniz məndə olsun. Nə vaxt idi ürəyim dəhşətli dərəcədə Çin yeməkləri istəyirdi. Sən demə, Bakının mərkəzində bu təamların verildiyi məkan var imiş. Özü də yeməklər hamısı elə Çinli şeflər tərəfindən hazırlanır və ən əsası halaldır. Soslar isə birbaşa Çindən gətirilir. Şeflərin peşəkarlığına heyran oldum. Mən bu nudulları özüm evdə hazırlamaq istəsəm, yəqin ki bir günə başa gələr. Amma şeflər saniyələr içərisində hazırlayıb yeməkdən sənət əsəri yaradırdılar. Hər şey gözlərinizin önündə bişirilir. Mal ətli ərişdə isə mənim favorim oldu. Ət suyu ilə təqdim olunur, çox ləzzətli idi. Bu arada Çinlilərin də xaş yediyini bilirdiniz heç? 8 saat qaynadırlar, getsəz bundan da yeyə bilərsiniz. Həmçinin kari soslu mal əti ilə düyü, toyuq və mal əti ilə ərişdə, hətta soyuq ərişdə belə var. Çayda qaynadılmış yumurtanı da ilk dəfə burada daddım, əla idi. Onu da qeyd edeyim ki, 20 manatlıq sifarişdə bunu, 30 manatlıq sifarişdə isə bu böyük oyuncağı sizə hədiyyə edirlər. Artıq bu yeməkləri yemək üçün Çinə səyahət eləməyi xəyal etməyə ehtiyac yoxdur. Minirsiniz metroya, ya Park Bulvar, ya da Metroparkdakı filiallarına gedirsiniz və nuş eləyirsiniz.